Tamam və baxırıq dəyişən cərəyan dövrəsində induktiv sarğac başlığına. Birinci sualda bizə verilib bir cərəyan şiddəti və bizdən gərginliyin qrafikini soruşur. Və şərtdə belə bir şey var ki, sarğacdakı. Bax, gəlin bu suala keçid eləməmişdən öncə sizə nə deyim? Əvvəlcə gəlin başlayaq kondensatordan. Əgər işin içində kondensator varsa, yəni şərtdə kondensator adı keçirsə, onda bilməliyəm ki, cərəyan şiddəti gərginliyi pi bölünsün 2 qədər qabaqlayır. Baxın, cərəyan şiddəti qabaqlayır, gərginlik geri qalır. Nə zaman kondensator varsa. Bax, bunu yaxşıca yadınızda saxlayın, kodlaşdırın bir vasitə ilə yadınızda qalsın. Deməli, kondensator olanda cərəyan şiddəti qabaqlayırdı, gərginlik geri qalırdı. Nə qədər? Pi bölünsün 2 qədər. İndi gəlirəm sarğac məsələsinə. Əgər işin içində sarğac varsa, onda necə olur? Əgər söhbət sarğacdan gedirsə, onda qabaqlayan gərginlikdir, geri qalan cərəyan şiddətidir. Gərginlik cərəyan şiddətini qabaqlayır, cərəyan şiddəti isə geri qalır. Nə qədər? Pi bölünsün 2 qədər. İndi keçək məsələyə. Birincidə baxıram ki, məsələnin şərtində mənə nə deyir? Sarğacdan söhbət gedir. İşin içində sarğac varsa, bilirdik ki, gərginlik qabaqlayırdı, cərəyan şiddəti geri qalırdı. İndi cərəyan şiddətini verib gərginliyi soruşursa, gərginlik neyniyəcək onu? Qabaqlayacaq. Nə qədər? Pi bölünsün 2 qədər. Onda gəlin bunu qabaqlayaq. Bax, bu pi bölü 2 qədər də bilirsiniz nə deməkdir. Gəlin elə onu da aydınlıq gətirim. Məsələn, bax, bu pi bölü 2-dir. Bu da özü üçün pi bölü 2-dir. Bu da bax görürsünüzmü? Hər bölgü bir pi bölü 2 kimi düşünə bilərik. Baxıram indi. Bunu pi bölü 2 qədər qabaqladım. Gördünüzmü? Çünki gərginlik qabaqlayır da sarğacda. Məsələn, bax bu oldu artıq gərginlik. İndi gərginlik harda bu cür başlayır? Baxın. Baxın A variantında. Gəlirəm ikinci suala. Yenə də işin içində sarğac varsa, sarğacda nə baş verirdi? Gərginlik qabaqlayırdı. Nəyi? Cərəyan şiddətini. İndi gərginliyi verib bizdən cərəyanı soruşur. Gərginlik qabaqlayırdı, cərəyan şiddəti geri qalırdı. Geri qaldığı üçün bunu geri aparacam biraz. Gördünüzmü? Bir dənə pi bölü 2 qədər geri apardım. Xətti bu tərəfə köçürdüm. Vəssalam, bu ortadakı qara xəttə, bax bu zaman oxuda olduğu kimi qalsın. İndi baxıram, bunu hansı uyğun gəlir? Baxın, görün. Variantların içinə baxaq. Görək burada. Baxın, B variantı uyğun gəlir. Görürsünüzmü? Bax, eyni şeydir. Gəlirik üçüncüyə. Üçüncüdə bizdən soruşur. Yalnız XL induktiv müqavimətin malik dövrə hissəsində cərəyan şiddətinin təsir edici qiyməti. Cərəyan şiddətinin təsir edici qiyməti I bərabərdir. U bölünmüş R-dir. Düzdürmü? Ohm qanunundan yadınızdadırmı? Sadəcə bir məsələ var. Bu R-i buradan qaldırırıq, yerinə XL yazırıq. Fərqi yoxdur. Müqavimətdir, düstur eyni qalacaq. Bu da var harda? A variantında. Gəlirik dördüncü suala. Omega L, baxın, bu düstur bizə nəyi verirdi? Deməli, induktivlik olan tutum. İnduktiv müqavimət, baxın. Dedim, üzürlü sayın. İnduktiv müqavimət A variantı, bayaqçı sual. Düstur daha doğrusu. Gəldik bura. Burada dəyişən cərəyan dövrəsinə induktiv müqavimət hansı ifadə ilə təyin olunur? Bax, elə yenə eynən induktiv müqavimət omega vurulsun L. Sonra gəlirik 6-cı suala. İnduktiv müqavimətin tezliklə asılılığı. İnduktiv müqavimət bərabərdir omega vurulsun L-ə. Buradan da omeganı atsam yerinə yazaram 2pi tezlik vurulsun L. Baxıram ki, induktiv müqavimət tezliklə necə asılıdır? Düz asılıdır. Bu da var harda? D variantında. Gəlirik 7-ci suala. Dəyişən cərəyanın verilmiş tezliyində induktiv müqavimətin sarğacın induktivliyindən asılılığı. Bax, eyni düstura əsasən x, L bərabərdir omega L-dən görərik ki, necə asılıdır? Düz asılıdır. D variantını götürə bilərik. Sonra gəlirik 8-ci suala. İnduktiv müqaviməti yazıram. Heç nə. X, L bərabərdir. İnduktiv vurulsun omega. Omeganın yerinə tezliyin olduğu bir düstur yazıram. Çünki baxıram işin içində tezlik var. O da hansıdır? 2pi tezlik. Baxıram bu düstur harda var? Y variantında. Gəlirik bura.
İndi bu səfər yenə eyni düsturu yazıram. Sadəcə periodla olanı yazırıq. Məsələn, XL bərabərdir. İnduktivliyi saxlayırıq, düzdürmü? Burada da omeqanın yerinə yazırıq. 2pi bölünsün period. Bax, bu düsturu yazırıq. Bu da var harda? C variantında. Gəlirəm 10-cu suala. Hansı ifadə doğrudur? Sarğacda cərəyan şiddətinin rəqsləri. Baxın, əgər söhbətdən sarğac məsələsi varsa, yadımıza salaq, yenidən xatırladıq. Sarğacda gərginlik cərəyan şiddətini qabaqlayırdı. Baxın, gərginlik qabaqlayırdı, cərəyan şiddəti geri qalırdı. Nə zaman sarğac adı çəkilərdisə. Baxın, burada da sarğac var. İndi bizə deyir cərəyan şiddəti. Cərəyan şiddəti nə edəcək? Geri qalacaq. Nə qədər? Pi bölünsün 2 qədər. İndi cərəyan şiddəti gərginlikdən geri qalar. Rəqslərindən geri qalar. D variantı. Gəldik 11-ci suala. Sarğacın dəyişən elektrik cərəyanına göstərdiyi müqavimət necə adlanır? Sarğacın göstərdiyi dəyişən elektrik sarğac varsa işin içində, o da olacaq induktiv müqavimət. Bu da harda var? C variantında. Ancaq kondensator olsaydı tutum müqaviməti deyərdik. Bax, buna da diqqət edin. Sarğac varsa induktiv, kondensator varsa tutum. 12-yə baxaq. Sarğacın induktivliyini hesablamaq istəyir. Gəlin, baxaq. XL bərabərdir omega L-dən. İnduktivliyi tapmaq üçün nə edirəm? XL-i omegaya bölürəm. XL-in yerində bir dənə interval götürək. Yazırıq 50. Omeganın yerinə yazırıq 100. Bu da eləyir 0,5 Y variantı. Gəldik 13-ə. Sabit induktivlikli sarğac qoşulmuş cərəyan dövrəsində cərəyan rəqslərinin tezliyini 2 dəfə artırdı. Aha. Baxaq da, baxaq görək nə deyir bizə. Deməli, söhbətdə nə var? Sarğac var. Sarğac varsa, XL nəyə bərabərdir? Omega L-ə. Sonra, bizə deyir ki, tezliyi 2 dəfə, qoy bunu da biraz açaq. 2 pi tezlik vurulsun induktivlik. Aha, tezliyi 2 dəfə artırdıq. Okey, tezliyi 2 dəfə artırırıq. Bu belə. Tezliyi 2 dəfə artıran kimi görürük ki, bax bu müqavimət də neyinir? 2 dəfə artır. Bunu müqaviməti bu cür yazıram ki, bəzi şeyləri xatırlayasınız. Müqavimət 2 dəfə artırsa, cərəyan şiddəti neyinir? 2 dəfə azalır. Niyə? Çünki cərəyan şiddəti müqavimətlə tərs asılıdır. Fərqi yoxdur. Bu müqavimət istər adi müqavimət olsun, istər induktiv müqavimət olsun, istər tutum müqavimət olsun, hər halda cərəyan şiddəti müqavimətlərin tərs asılıdır. Əgər tezlik artanda müqavimət də artırsa, deməli, cərəyan şiddəti azalır. Baxın, cərəyan şiddətinin amplitud qiyməti neyinir? 2 dəfə azalır. Bu variantını götürə bilərik. Gəldik 14-ə. Yenə tezlik azalanda, bu səfər tezlik azalanda XL azalacaq, müqavimət azalacaq, ancaq cərəyan şiddəti artacaq. Çünki cərəyan şiddəti bunlarla tərs asılıdır. Artar harda var? Y variantında. Gəlirik, neçədir bu? 15-ci suala. Sabit tezlikli dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğacın induktivliyini 4 dəfə artırsaq, deməli, müqavimət də 4 dəfə artacaq. Düzdür? Müqavimət 4 dəfə artanda cərəyan şiddəti neyinir? 4 dəfə azalar. Bu variantı. 17-ci suala baxaq. Bax, bu voltdur. Volt nəyin vahididir? Gərginliyin. Gərginlik üçün yazıram U. Burada var hertz. Hertzin yerinə nə yaza bilərik? Omeqanı. Dövrü tezlik. Vururuq. Henrinin yerinə nə yazırıq? İnduktivlik. Bax, bu ikisi bizə nəyi verəcək? Müqaviməti. Yəni, X, L. İndi gərginliyi də müqavimətə böləndə bizə nəyi verirdi? Cərəyan şiddətini. 17-ci sualda cavab cərəyan şiddəti. 18-ə gəlirik. 18-də var bir Henri. Henrinin yerinə L yazıram. Aşağıda da müqavimət 10 var. Onun da yerinə yazıram. Omega vurulsun L. Burada L'lər ixtisar gedəndə yerdə qalır 1 bölünsün. Omega. Buradan da biri saxlayıram. Məsələn, omeganın yerinə nə yaza bilərik? 2 pi bölünsün period yaza bilərik. Düzdürmü? Buradan da onsuz 2 pi olmur. Yəni 2 pi'nin vahidi çıxmır. Deməli, qaldı yerdə period. Perioda da zaman da ola bilər. Period da ola bilər. İndi hal-hazırda burada zaman verib deyə biz zaman götürürük. Fərqi yoxdur. Period onsuz da zamandır. 19-a baxaq. İnduktiv müqavimətin dəyişən cərəyanının tezliyindən asılı qrafiki verilmişdir. Konturun induktivliyi. Baxaq. Deməli, induktivliyi sadəcə soruşursa, gəlin düsturumuzu açaq burada. İnduktivlik bərabərdir. X
xc bölünsün omega və yaxud da ki, belə qoy düstura ilə oxşayacaq. X bərabər idi. Omega vurulsun L-dən. Omeganın yerinə 2 pi nü yazırdıq. L olduğu kimi saxlayırdıq. İnduktivlik bərabər idi. X bölünsün 2 pi nüyə. Bax buradan. Buradan da x L-i nüyə böləndə bizə verəcək tangens alfa. Aşağıda da qalacaq 2 pi-nin özü. Tangens alfanı 2 pi-yə böldük. Bu da oldu C variantı. Gəlirik 20-ci suala. Verilmiş sarğazdan keçən dəyişən zərəyanın tezliyini 4 dəfə azaltsaq, induktiv müqavimət necə dəyişər? Sarğacdan söhbət gedirsə, induktiv müqavimət nəyə bərabər idi? Omega elə. Omeganı da açanda yerində olurdu 2 pi nü tezlik. Deməli, induktiv müqavimət tezliklə düz asılı idi. Ona görə tezlik 4 dəfə azaldısa, o da 4 dəfə azalacaq. C variantı. Gəlirəm 21-ə. Bu səfər tezliyi 4 dəfə artıranda o da 4 dəfə artıb olacaq. Yenə C 4 dəfə artar. Sonra 23-yə baxaq. Dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğacın dəmir içliyinin maqnit nüfuzluluğu 800 olarsa, içliyi çıxarsaq induktiv müqavimət necə dəyişər? İnduktiv müqavimət bərabərdir omega elə. Buradan omeganı saxlayıb L-in yerinə nə yaza bilərik? Mü 0 n kvadratı s l. Və görürəm ki, bax bu induktiv müqavimət içliklə necə asılıdır? Düz asılıdır. Əgər 800 içliyi çıxarsaq, induktiv müqavimət də 800 dəfə azalar. Bu variantı. Gəlirik növbəti sual. Neçənci sualdır? 23-cü sual. Dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğaca maqnit nüfuzluluğu 200 olan istilik daxil etdikdə, onun induktiv müqaviməti necə dəyişər? Bax, biz bayaq gördük ki, induktiv müqavimət asılıdır düz. İstilik daxil eləsək, o da artar. Neçə dəfə? 200 dəfə. D variantını götürə bilərik. Aha, rəngslərin tezliyini soruşursa bizdən, gəlin düsturumuzu yazaq. İnduktiv müqavimət bərabərdir omega L. L-i saxlayıram, omeganın yerinə yazıram 2 pi nü tezlik. Buradan da tezliyi saxlamaq üçün, tapmaq üçün XL-i L 2 pi-yə bölürəm. İndi yazıram XL-in yerinə, induktiv müqavimətin yerinə 120. Aşağıda 2 pi-nin də yerində 3 var, induktivliyin də yerində var 0,1. Buradan da ixtisarımızı aparsaq 6, o 120-ni də 6-ya böldük. Elədi 20. 20 buradan da bir 0 sürüşdürsək olacaq 200 D variantı. Dəyişən cərəyan dövrəsində induktivliyi 2 Henri olan sarğacın induktiv müqaviməti 240 ohmdur. Dəyişən cərəyan rəqslərinin tezliyini hesablayın. Yenə də eyni metoddan istifadə edirik. Tezlik bərabərdir. XC bölünsün 2 pi vurulsun induktiv. Buradan XC-nin yerinə yazıram 240, daha doğrusu XL-in yerinə 240 bölünsün 2 pi-nin yerinə yazırıq 6, induktivliyin yerinə yazırıq 2. Buradan da ixtisar elədik, oldu 20. Bu da var A variantında. Gəldik 26-cı suala. Tezlikli dəyişən cərəyan dövrəsinə induktiv müqavimət verilir. Bu səfər induktivliyin özünü soruşur. Onda nə edirik? İnduktiv müqaviməti bölürük tezliyə. Daha doğrusu tezliyi açaq omeganı 2 pi nüyə. Buradan da induktiv müqavimətin yerinə nə yazarım? 120. 2 pi-nin yerinə yazırıq 6. Tezliyin də yerinə yazırıq 50. Buradan da ixtisarlarımız getdi. Yuxarıda qaldı. 2, 2 bölünsün 5-dən bu da eləyəcək 0,4 D variantı. 27-ci suala baxaq. Diaqramda göstərilən hansı nöqtəyə uyğun sarğacın induktivliyi ən böyük olar? İnduktivlik bərabərdir. XL bölünsün omegadan. XL ilə düz asılıdır, omega ilə tərs asılıdır. Ən böyük deyirsə, XL-in ən böyüyünü, omeganın ən kiçiyini götürürəm. Burada da kəsişmədə qalır. I variantı 4. Sonra gəlirik 28-ci suala. 28-ci sualda baxıram ki, sarğac var işin içində. Deməli, sarğacda cərəyan indi neyniyək əvvəlcə? Bax, cərəyan şiddəti, amplitud qiyməti bərabərdir. U bölünmüş R.
R-in yerinə, bax burada induktiv müqaviməti yazıram. Müqavimətin yerinə yazıram XL. Buradan da görürəm ki, XL induktivliklə necə asılı idi? Düz asılı idi. Hətta biraz gəlin yazaq. Məsələn, bunu açaq, yerinə yazaq. Omega L. Düzdür? Görürəm ki, cərəyan şiddəti induktivliklə də, omega ilə də tərs asılıdır. Tərs asılı da harda var? Tərs asılı Y variantında. Gəlirik 29-a. Gərginliyin zamandan asılılıq tənliyi verilmişdir. Hansı cərəyan mənbəyində sarğaca qoşduqda induktiv müqavimət ən böyük olar? İnduktiv müqavimət asılı nədən? L-dən və omeqadan. Omega harda yerləşirdi? T-nin qarşısında. Deməli, əgər ən böyük deyirsə, omeqanın ən böyük qiymətini axtaracağam. Bu da nədir? Baxaq görək. 400. D variantı. Otuzda gərginliyin zamandan asılılıq tənliyi verilib. Bu səfər induktiv müqavimət ən kiçik olsun. Yəni omeqanı ən kiçik axtarıram. Hardadır ən kiçik? Baxın 100 Y variantında. Gəlirik 31-ə. 31-də dəyişən cərəyan dövrəsində qoşulmuş sarğacdakı gərginliyin zamandan asılılıq qrafiki verilib. Baxın indi bizə deyir ki, cərəyan şiddəti maksimal olsun. Cərəyan şiddəti maksimal olanda gərginlik 0 olmalıdır. Çünki bir-birini pi bölü 2 qədər qabaqlayırlar. Yəni fərq var arada. Ona görə də bunu maksimal istəyirsə, bunu sıfırın götürəcəm. 2 və 4. Oldu D variantı. 30. Burada isə cərəyan şiddətinin 0 olsun deyir. Cərəyan şiddəti 0 olması üçün gərginlik maks olmalıdır. Bu da var Y variantında. 33-ə baxaq. Dəyişən cərəyan dövrəsində içliksiz sarğacın induktivliyi XL-dir. Sarğaca nüfuzluğu olan içlik daxil etdikdə, içlik daxil eləyəndə induktivlik artacaq. Neçə dəfə? 800 dəfə. İnduktivlik artdı mı? X artacaq. Nə qədər? 800 dəfə. Bu da oldu C variantı. Gəldik 34-cü sual. Deməli, açar sözlərdən istifadə eləyək. Əslində bu tip sualı sevmirəm, əzbərdir onsuz da. Yenə də baxaq da. Qoşulmuş dəyişən cərəyan dövrəsində eyni fəzada, baxın, əgər cərəyan şiddəti və gərginlik eyni fəzada rəqs eləyirsə, deməli söhbət aktiv müqavimətdən gedir. Sonra gəlirəm. Deyir ki, gərginlik rəqsləri cərəyan şiddətini qabaqlayır. Nə zaman gərginlik qabaqlayırdı? Əgər sarğac var idisə, sarğac harda var? Baxın, 1-də var. Sonra dəyişən cərəyan dövrəsində müəyyən müqavimətə malikdir. Nə zaman olur bu? Deməli, kondensator varsa. Sonra bu tutum müqaviməti adlanır. Tutum müqaviməti yenə kondensator qoşulmuş dəyişən cərəyan dövrəsində tutum müqaviməti və cərəyan şiddətinin amplitude qiyməti. Burada 3 yazırıq. Gəldik digər 35-ci suala. 35-də baxaq. Yenə də gərginlik və cərəyan şiddəti eyni fəzada nə zaman olur? Əgər aktiv müqavimət var idisə, bunu yazıram. Sonra cərəyan dövrəsində cərəyan şiddətini rəqslərin gərginliyi rəqslərini fəzə bir qədər qabaqlayır. Gərginliyin. Deməli, cərəyan şiddəti gərginliyi qabaqlayır yazıb. Cərəyan şiddəti gərginliyi nə zaman qabaqlayırdı? Kondensator var idisə. Burada yazıram kondensator. Sonra deməli, dəyişən cərəyan dövrəsində müəyyən müqavimətə malikdir. İnduktivliyə malik sarğac. Biri də bura yazıram. Sonra davam edək. Qoşulmuş dəyişən cərəyan dövrəsində induktiv müqavimət və qiyməti. Elə bunu yenə də induktivliyə malik sarğacı bura yazırıq. Burada da cərəyan şiddətinin amplitude qiyməti. Cərəyan şiddəti də var. Harda? 3-də. 3-ü də bura yazırıq. Gəldik 36-ya. Əsas məsələ bax burada. Bunlarda nəyə biz fikir verək? Nəylərə diqqət eləyək? Bir var kondensator, bir də var sarğac. Kondensatorda söhbət tutumdan gedəcək, tutum müqavimətindən gedəcək. Sarğacda isə deməli L-lə olan induktiv müqavimətdən gedəcək. X, L-dən söhbət gedəcək. İndi baxaq. Deyir ki, istilik miqdarı ayrılmır. İstilik miqdarı onsuz da heç birində ayrılmır. Ona görə biri ortaya yazıram. Deməli, bunun hər ikisində, sarğacda da, kondensatorda da söhbət ideal vəziyyətdən gedir təbii ki. Heç birində istilik miqdarı ayrılmır və hər ikisində də orta gücü 0-a bərabərdir. 3-ü də bura yazıram. Sonra baxıram nəyə? İkincidə cərəyan şiddətinin rəqsləri gərginliyin rəqslərini qabaqlayır. Baxın, qoy bura keçməmişdən öncə sizə bir şey də göstərim.
bir dəfə də yəni təkrar eləmiş olaq. Baxın, əgər söhbət kondensatordan gedirsə, düzdür, bundan öncəki suallarda demişəm yenə də. Söhbət kondensatordan gedirsə, cərəyan şiddəti gərginliyi qabaqlayacaq. Qabaqlayan budur, geri qalan budur. Söhbət sarğacdan gedirsə, sarğacda isə qabaqlayan gərginlikdir, geri qalan cərəyan şiddətidir. İndi gəlin yenə baxaq bunlara. İkinci suala baxın. İkinci sualda deyir, cərəyan şiddətinin rəqsləri gərginliyi qabaqlayır. Cərəyan şiddəti nə zaman gərginliyi qabaqlayırdı? Kondensator var idisə, bunu yazıram bura. Sonra, cərəyan şiddətinin amplitud qiyməti dəyişən cərəyan tezliyindən düz mütənasib asılıdır. Cərəyan şiddəti tezliklə nə zaman düz asılı olmuş olur? Kondensator var idisə, həm omega ilə, həm tezliklə, həm də tutumla düz asılı olur. Onda bunu yazıram kondensatora. Səbəbini öncəki suallarda açıqlamışam. Bir də ora toxunmaq istəmirəm. Aha, burada isə tərs mütənasibdir. Nə zaman sarğac olardısa. Bunu da yazdıq bura. Bu da oldu 5, 1 üst da özünüz orasını düzərsiniz. Sonra gəlirəm 37-ci suala. İnduktivli sarğac qoşulmuş dövrədə cərəyan şiddətinin təsir edici qiymətini tapaq. Cərəyan şiddətinin təsir edici qiyməti bərabərdir U bölünmüş R kimi. Yadınızdadır 10 qanununda bax bu düstur. Sadəcə bir məsələ var. Burada U-nu yazıram, R-in yerində XL və ya indi kondensator olsaydı XC yazardıq. Hal-hazırda induktiv müqavimət var deyən XL yazırıq. Vəssalam, bu da olur. Hansı variantda var? Baxaq görək. B variantında. X açarını bir vəziyyətindən 2 vəziyyətinə gətirdikdə dəyişən cərəyan dövrəsinə qoşulmuş ampermetrin göstərişi necə dəyişir? Əvvəla biz baxmalıyıq, görək. Cərəyan şiddəti induktivliklə necə asılıdır? Baxın, XL bərabər idi L omega. Yəni, müqavimət induktivliklə düz asılıdır. Əgər müqavimət induktivliklə düz asılıdırsa, deməli cərəyan şiddəti induktivliklə tərs asılıdır. Onda birinci halda yuxarıya xətt getmir, yuxarı bağlıdır. Burada da elə bərabərdir. Burada cərəyan şiddətini məsələn rastgələ 1 götürək. Düzdürmü? Sonra birdən açıram açarı, 2-yə bağlayıram. 2-yə bağlayanda, baxın, bax, buradakı ara açılır. Day, buradan keçid olmur. Məsələn, düşünərsiniz ki, ikisinə də keçir. Xeyr. Day, aşağıda keçid olmadı. Aşağı bağlandı, qapandı. Burada yoxdur heç nə. Sadəcə nə var? 2 dənə el var. El neynədir? 2 dəfə artdı. El 2 dəfə artdı. Əgər el 2 dəfə artdısa, cərəyan şiddəti neyniyər? 2 dəfə azalar. Niyə? Çünki induktivliklə tərs asılıdır. Azalar da, yəni cərəyan şiddəti bunu da ampermetrin göstərişindən söhbət gedir. Azalar da var C variantında. Gəlirəm 39-cu suala. Sxemlərdəki ampermetrlərin göstərişlərinin nisbəti nəyə bərabərdir? İndi bir-bir ampermetrin göstərişlərini tapırıq, nisbətinə baxırıq. Deməli, cərəyan şiddəti bərabər idi nəyə? Cərəyan şiddəti bərabər idi U bölünmüş R, R-in də yerinə hal-hazırda yazıram XL. Burada deməli, bax, U max var, gərginliyin maksimal qiyməti. Hələ gəlin əvvəlcə birinci I1-ə baxaq. 1-in cərəyan şiddətinə baxaq. Bərabərdir. U max'ın yerində nə var? 100 var. Bax, bu qarşıda, sinusun qarşısında. 100-ü buraya yazıram. XL-in yerinə nə yaza bilərəm? XL bərabər idi nəyə? L vurulsun omegaya. Buradan da 100 olduğu kimi saxlayırıq. L-in induktivliyin yerinə 1L yazırıq. Omega harda yerləşirdi? Baxın, T-nin qarşısında. Burada yazırıq 4 dənə omega. Bu dursun burada. İndi gəlirəm ikinciyə. Yəni, cərəyan şiddətinin ikincisinə. O da bərabərdir. U-nun yerinə bu səfər yenə də 100 yazıram. Çünki 100-dür, görürsünüzmü? Sinusun qarşısı. Aşağıda da induktivliyin yerinə yazıram 2 dənə L. Omeganın yerinə, bax, T-nin qarşısındakı 1 omega yazıram. İndi gəlin neyniyək? Bunların nisbətinə baxaq. Görək nəyə bölməliyik biz dəqiqə? Birincini ikinciyə bölməliyik. Birinci budur, bax. 100 bölünsün 4 L omega. İkinci də budur. Bunu da tərsinə çevirəcək bölüm olduğu üçün. L omega. Görək, ixtisarlarımıza aparaq. 100-lər gedir.
L'lər, omeqalar gedir. Yerdə qalır 2 bölünsün 4. O da bizə verəcək 2-də 1 Y variantı. 40-cı suala baxaq. Deməli, dövrədə cərəyan şiddətinin bu qanunla dəyişirsə, bizdən EHG yaranır və induktivliyi soruşur. Aha, onda EHG-nin hansı düsturundan istifadə edərik? EHG bərabər idi, yadınızdadır, mənfi L, delta I bölünsün delta T. Bax, bu düstur yadımızdadırmı? Buradan bizdən induktivliyi soruşursa, EHG-ni bax bu ifadəyə böləcəm. Delta I bölünsün delta T-yə. Bu bizə induktivliyi verəcək. EHG-nin yerinə nə yazıram? 2 vurulsun 10 üzərindən mənfi 3 yazırıq. Bax, bu ifadənin isə yerinə, bax, buradan törəmə alırıq, yazırıq 0,4. Və ixtisar aparaq. Deməli, buradan vergül sürüşsün, burada bir 0 ataq. 20-ni böldük 4-ə elədi, 5 vurulsun 10 üzərindən mənfi 3. Cavabı bizə M-lə istədiyi üçün bir dəfə də bunu bölürük 10 üzərindən mənfi 3-ə. Yerdə qalır 5-in özü Y variantı. Baxırıq 41-ci suala. Baxaq, görək nə var burada. Baxın, bizə deyir ki, elektrik tutumu var, kondensator və induktivliyi 0,3 olan sarğac var. Tezliyin hansı qiymətində sarğacın induktiv müqaviməti kondensatorun tutum müqavimətindən 3 dəfə böyükdür. İnduktiv müqavimət tutum müqavimətindən 3 dəfə böyükdür. Onda yaza bilərəm də XL bərabərdir 3 dənə XC-yə. Çünki axı induktiv sarğacdan 3 dəfə böyükdür. Bu belə qalsın. İndi bunları bir-bir açaq. Bax, burada bu XL-in yerinə yazıram. Nə? L vurulsun omega bərabər eləyirəm. Bax, bu tərəfdəki 3 vurulsun. XC-nin yerinə nə yaza bilərdik? 1 bölünsün omega vurulsun tutum. Buradan gəlin biraz da sadələşdirək. 3 vurulsun birdən 3-dür də, bura onsuzda. Yazaq ki, 3 bərabərdir. Bax, bu tərəfi vurma kimi atsaq. Omeganın kvadratı vurulsun L vurulsun C. Burada da bizdən tezlik istədiyinə görə, bu omega kvadratını silib yerinə yazaram tezliklə olan düsturun. Hansı idi omeganın tezliklə olan düsturu? 2 pi nü idi, yadınızdadırmı? Bu da kvadratik olduğu üçün yazıram 2-nin yerinə 4. Pi-nin yerinə pi kvadratı, tezliyin yerinə də tezliyin kvadratı. İndi burada nəyi axtarırıq? Tezliyi axtarırıq. Niyə? Çünki bizə deyir tezliyin hansı qiymətində. Tezliyi də bax burada sakitcə ayıraq. Tezliyin yanındakıları bu tərəfə bölmə kimi ataq. Yazıram L, C, 4, pi-nin kvadratı. Ancaq bir məsələ var. Tezlik kvadratik olduğu üçün bunları da bir dəfə kökün altına saldıq. İndi heç bir-bir yerinə qoyuruq, tapırıq. Bir kökümüzü çəkdik. 3-ü yuxarıdan yazdıq. Aşağıda L-in induktivliyin yerinə nə yazarıq? Baxın, 0,3. Tutumun yerinə nə yazarıq? 10, ancaq N var burada, görürsünüzmü? N farad verdiyi üçün bir dəfə də bunu vururam 10 üzərindən mənfi 9-a. Vurulsun, burada var 4. Burada var pi-nin kvadratı, hansı ki onu da bizə 10 veriblər. Bu da dursun burada. İndi bir-bir başlayaq hesablamağa. Bax, bu vergül sürüşür, buradan da bu 10 gedir. Bu 3-lə də bu 3 ixtisar gedərsə. Burada, bax, bu 10-un biri, 0-ın biri ilə bu getsə, qalar mənfi 8. Və bax, bu ifadəni yuxarıya 10 üzərindən müsbət 8 kimi atsaq. İndi nə edərik? Bax, buradan 2-dən, elə bir ki, 10 üzərindən 8-dən, kökün altından nə çıxar? 10 üzərindən 4. 4-dən nə çıxar? 2. İndi buradan 10 üzəri 4 elədi 10.000. Bölünsün 2. Bu da eləyəcək 500. Sadəcə bizdən kaynan istədiyi üçün neyinirik? Bunu bir dəfə də 1000-ə bölürük. Bu 3 dənə 0 gedir. Onu da böldüm 2-yə elədi 5 D variantı. Əməlli başlı vaxtımız getdi. Çünki biraz zəhlətökən məsələlərdir bunlar. Gəldik 42-ci suala. Dəyişən cərəyan dövrəsinə elektrik tutumu verilib, kondensator verilib. Yenə də baxın, eyni söhbətdir. Yenə tezliyin hansı qiymətində induktiv. Deməli də bunu bir dəfə yazmışıq deyən. Gəlin bir də şərtimizi yazaq. Deyir ki, induktiv müqavimət tutum müqavimətindən 2 dəfə böyük olsun bu səfər. Bu səfər yazıram XL bərabərdir 2 dənə XC-yə. Buradan da
XL-in yerinə yazıram omega vurulsun L. Bu dəfə biraz çalışacağım sürətli gedin. Çünki artıq bir dəfə bayaqki sualda açılışını elədik. Bunun da yerinə nə yazırıq? Bölünsün omega C-yə. Bunu da vurma kimi atsaq, eləyir 2 bərabərdir. Omeganın kvadratı vurulsun L, C. O da 2 bərabərdir. Omega kvadratının yerinə yazıram 4. Pi-nin kvadratı, nün kvadratı L, C. Buradan da bizdən tezliyi istədiyi üçün kökün altında 2-ni saxlayıram. Bunları bölmə kimi atıram. Yazıram 4 pi kvadratı. Elə gəlin bir-bir yerinə yazaq da. Pi kvadratının yerinə bizə nə veriblər? Elə verilənləri yazaq da. Bir də bunu köçürməyin nə mənası var ki? Pi kvadratının yerində burada nə var? 10. Yazıram 10. L'in induktivliyin yerində nə var? Bu rəngini dəyişək. İnduktivliyin yerində var 0,1. Tutumun yerində nə var? 20. Amma 20 vurulsun 10 üzərindən mənfi 9 kimi. Çünki burada yenə, yox, bu səfər, deməli burada bu səfər nə var? P var. P ilə olanda nə edirdik? 10 üzərindən mənfi 12 kimi yazırdıq. Hətta. Qalanlarını da bir-bir yerinə qoyub tapılanıyıq. Bunları silim gözümüzə batmasın. Çünki onsuz da gərginlik sual kifayət qədər qarışıqdır. Neyse. Buradan deməli nə edək? Buradan bu sıfırlar ki var. Bu sıfırları silək, vergülü sürüşdürək. Bura getdi. Bu 2 ilə də bu 2-ni ixtisar elədik. Yuxarıda qaldı 1. Aşağıda qaldı 4. Vurulsun 10 üzərindən mənfi 12. İndi bu 10 üzərindən mənfi 12 yuxarıya 10 üzərindən müsbət 12 kimi çıxsa. Kökün altından nə çıxar? Yuxarıda 12 kökdən nə çıxacaq? 10 üzərindən 6 çıxacaq. Aşağıda da 4-dən nə çıxar? 2 çıxar. İndi burada nə edək? Burada bir 5 saxlayaq. Onun birini ayıraq ki, buradan bölmə apara bilək. 10-u böldüm 2-yə, elədi 5. Yerdə qaldı 5 vurulsun 10 üzərindən müsbət 5. Burada bizə cavabı M-lə istədiyi üçün hardasa olacaq 0,5 M Hz. Bu da var C variantında. 43-də. Baxaq, 43-də bizə verilib sarğac. Deyir ki, sarğacdakı gərginlik verilib, cərəyan şiddətini soruşur. Yadımıza salırıq, sarğacda hansı qabaqdaydı? Bu cərəyan şiddətini qabaqlayırdı. Yəni, cərəyan şiddəti geri qalırdı. Elə biz də cərəyan şiddətini axtardığı üçün nə edirik? Bunu geriyə çəkirik. Baxın, bir də xatırladıram. Sarğac olarsa, cərəyan şiddəti geri qalırdı, gərginlik qabaqlayırdı. Kondensatorda tərsinə idi. İndi geri qaldığı üçün bunu bir bölgü, yəni bax, pi bölü 2 qədər geri çəkirəm. Çəkdimmi? Vəssalam. Bax, elə bir ki, xətti gətirdim, bax, bu geriyə. Bax, bu vəziyyət aldı. İndi gözləyin, bunu variantların içində axtaraq biz. Vəziyyəti görürsünüz, bax, bu şəkli olduğu kimi yerləşdirək. Görək, hara yerləşdirə bilirik. Baxın, indi bunu. Aha. Baxın, bax, yuxarı yerə çatdıra bilməyəcəm, vərəqəyi gətirə bilmədim. Bax, görürsünüz, bax, buna uyğun gəlir. Deməli, cavab Y variantıdır. İndi gəlirəm, bax, bu 44-də. 44-də yenə sarğac verib. Yenə sarğac verəndə bilirəm ki, gərginlik cərəyan şiddətini qabaqlayır. Bizdə isə cərəyanı verib gərginliyi soruşursa, deməli, nə edəcəm? Bunu qabaqlayacam pi bölü 2 qədər. İrəli atacam. Bax, geri qalanda geriyə gedirik. Qabaqlayanda irəli gedirik. Qabaqladığı üçün pi bölü 2 qədər qabağa getdik. Və sonra buradan başlayır. Bax, bu formada. Bu formada harda var? Baxın, A variantında. Görürsünüzmü? Eynisidir. Deməli, 44-də cavab A variantıdır. Gəlim 45-ə. 45-də yenə sarğacdır. Yenə sarğacda bilirəm ki, qabaqda olan hansı idi? Gərginlik qabaqlayırdı, cərəyan geri qalırdı. Qabaqladı, geri qaldı. Bunu çalışın, əzbər biləsiniz. Bir yolla kodlaşdırın yaddaşınıza. Bu sizə çox kömək eləyəcək. İndi bizə cərəyanı verib, gərginliyi soruşur. Gərginlik nə etməlidir? Qabağa getməlidir. Pi bölü 2 qədər xəttimizi götürürük, qabağa atırıq. Bax, bu vəziyyət. Vəssalam, bu vəziyyət harda var? Gözləyin, baxın, görürsünüz Y variantına. Bax, eynisidir. Deməli, cavab Y variantıdır. Və gəlirəm 46-cı suala.
İnduktivlik verilib, cərəyan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Sarğacın induktiv müqavimətini hesablayın. Yəni XL bərabərdir nəyə? Deməli, L vurulsun omegaya. Buradan omeganın yerinə nə yaza bilərəm? L olduğu kimi saxlayıram. Omeganın bir düsturu var idi. P ilə olan 2pi bölünsün period. Bax, onu yazıram. Bura yazıram 2pi bölünsün period. Deyirsiniz ki, niyə məhz bu düsturu yazdım? Çünki hal-hazırda bu qrafiklə mən periodu tapa bilərəm ona görə. Yəni elə bir şey yazmalıyım ki, mən oradan ala bilim də cəmiyyətimi. İndi burada məndən nəyi soruş? Bax, induktivliyi mənə nə verib? 0,2 verib. İnduktivlik getdi. Bu rəngləri dəyişim. İnduktivlik getdi. Vurulsun. Burada var 2. 2-ni də yazdım. Pi-nin yerində bizə 3 verib. O da getdi. Gəlirəm period məsələsinə. Periodu necə tapırdıq yadımıza salaq. Baxın, pi 1, 2, 3, 4 bölgüdə. Period nəyə bərabər oldu? 0,6-ya. Və salam. Davam edək. Bax, burada bir bölgü sürüşdürdüm vergülü. Burada isə 2 bölgü sürüşdürdüyüm üçün bura bir 0 atıram. Sonra 2 bölünsün 3, 6 ilə ixtisar gedir. Yuxarıda qalır 2, 0, yəni 20. Cavab elədir 20 B variantı. Gəldik 47-ci suala. 47-ci sualda bizə induktivlik verilib, cərəyan şiddəti filan qanunla dəyişir deyir və sarğaca qoyulmuş voltmetrin göstərişini soruşur. Voltmetr nəyi ölçürdü? Gərginliyi. Ancaq söhbət sarğacdan gedirdisə, voltmetrin göstərişi gərginliyin hansı qiyməti idi? Təsir edici qiyməti. Ona görə voltmetr ölçür, o bölünsün kökün altında 2-ni. Bax, bu ifadəni. Daha doğrusu Umax gərginliyin maksimal qiyməti. Onu da bərabər edirəm. Umax'ın yerinə yazıram. Cərəyan şiddəti vurulsun R. Yadınızdadırmı? Ohm qanununa əsasən. Bu da bölünsün kökün altında 2-yə. Buradan da cərəyan şiddətini saxlayıram. R-in yerinə, baxın, sarğac məsələsi var deyə, induktiv müqaviməti, yəni XL-i yazıram. Yenə bölürəm 2-yə. Davam edək. Cərəyan şiddəti olsun, maksimal qiyməti. XL-in yerinə nə yaza bilərəm? Omega vurulsun, L yazaram. Kökün altında 2 də yenə də yerində qalır. Bunu tərəf etmirik. Bax, bu ifadəni axtarırıq. Gəlin axtaraq. Buradan Imax harda yerləşirdi? Baxın, sinusun qarşısında. Imax'ın yerinə yazıram kökün altında 2. Bu getdi. Omega harda yerləşirdi? T-nin qarşısında. Omega da yerinə yazıram 214. Deməli, induktivliyin yerinə nə yazırıq? Bir dəqiqə. İnduktivliyin yerinə baxın, burada 4 var. 4 yazırıq. Bölürük. Bax, buradakı kökün altındakı 2-yə. Bu 2-lər gedir, yerdə baba bu ifadə qalır. Bu da 4-ü vururam 214-ə bizə nəyi verəcək? 6 ilə olan bir cavab B variantını. Sonra gəlirəm 48-ə. Demək olar ki, yenə eyni düsturdan gedəcəyik. Qoy görək bir dəqiqə. Sarğaca qoşulmuş voltmetrin göstərişi. Voltmetr nəyi göstərirdi? Deməli, onun gərginliyin təsir edici qiymətini. O bizə nəyi verdi? 100 verdi. Onda Umax nəyə bərabərdir? 100 vurulsun kökün altında 2 bax buranı çevirəndə. İndi bu dursun burada, bu bizə lazım olacaq. Sonra bizdən nəyi soruşur? Sarğacın induktivliyini. İndi yazıram ki, Umax bərabərdir Imax vurulsun R-ə, müqavimətə. Müqavimətin də yerinə yazıram. Elə bir ki, induktivlik müqavimətini X L-i, onu da atsam yerinə yazaram omega vurulsun L. Bərabərdir. Bu ifadəni biz bayaq aldıq da, 100 bölünsün, 100 vurulsun kökün altında 2 verdi mi? İndi biz burada nəyi tapırıq? İnduktivliyi. İnduktivliyi tapmaq üçün nə edirik? Bax, bu iki ifadəni bu tərəfə bölmə kimi atırıq. Neyse, gəlin bir-bir yerinə qoyaq. 100 vurulsun kök 2. Imax'ı hardan alaram? Baxın, sinusun qarşısından. Ora yazıram 2 vurulsun kökün altında 2. Omeganı hardan alaram? T-nın qarşısında. Burada yazıram 100. Davam edək. 2-lər ixtisar getdi, 100-lər ixtisar getdi. Yerdə qaldı 1 bölünsün 2. Bu da verər 0,5. 49-a baxaq. Deməli, bizdən nəyi verib? Bizə belə bir qrafik verilib, tutum müqaviməti və induktiv müqaviməti verib və onun induktivliyini soruşun. Gəlin, induktiv müqavimət bərabərdir nəyə? Deməli, L vurulsun omegaya.
Burada da omeqanı baxıram ki, mən tapan deyiləm onsuz da. Bax, bizə nə veriblər ki, məcburuq bunu açaq. Eli saxlayıram, omeqanın yerinə yazıram. 2pi bölünmüş period. Elə. Buradan da əgər induktivliyi soruşursa bizdən, onda nə edirəm? Bax, bu periodu bu tərəfə vurma kimi atıram. Bu 2pini bu tərəfə bölmə kimi atıram. Davam edək. Verilənləri qoyaq yerinə tapaq. Buradan periodun yerinə nə yaza bilərəm? Baxın, 1, 2, 3, 4 bölgüdə 4 yazaram. XL-in yerinə 12 yazaram. Aşağıda da 2 vurulsun pinin yerinə 6 yazaram. Pini 3 verir baxın. İxtisar elədim. 2, 2-ni də vurdum 4-ə elədi 8. A variantı. Gəlirəm 50-ci suala. Sarğacdan keçən cəryan şiddətinin zamandan asılı qrafiki verilmişdir. Sarğacın induktiv müqaviməti 18 olarsa, onun induktivliyini hesablayın. Yenə də bax, bayaqki eyni qaydadan yazacağıq. İnduktivlik bərabər idi nəyə? Deməli, XL-in yerinə yazmışdıq. Bir dəqiqə, induktiv müqavimət üçün yazmışdıq. Qoy yazaq, düsturumuzu unutdum. Başım qarışdı, bir dəqiqə. X-in bərabər idi L, 2pi bölünsün perioddan. Burada, L bərabər idi XM vurulsun period bölünsün 2piyə. Yerinə qoyaq, yazaq. XM-in yerinə bizə 18 verib. 18. Periodun yerində 1, 2, 3, 4 bölgüdə nə var? 4. 4 yazıram. Aşağıda da 2 vur pi'dən 6 var. Bunu da ixtisar elədim. 3 vurulsun. 2-dən yerdə qaldı 12. Hə, ancaq məsələ belədir ki, burada çevirməli olacağıq biz. Niyə çevirməli olduq? Bir dəqiqə. Nəyi səhv yazdıq görəsən? Hə, bax, burada 10 üzərindən mənfi 2 imiş saniyə. Bax, o söhbətə görə. Bu da elədi 0,12. Deyirəm ki, nə var burada? Aha. Gəldik 51-ə. Dəyişən cərəyanın tezliyini 2 dəfə artırsaq. Dəyişən cərəyan dövrəsinə qoşulmuş aktiv R. Aha. Gəlin bir-bir baxaq bax bunlara. Bax, aktiv müqavimət hansıdır? R-dir, bildiyimiz R. R nəylərdən asılı idi? Rho, L, S-dən sadəcə. Yadınızdadırmı bax bu? Sonra gəlirəm deməli tutum müqavimətinə. Tutum müqaviməti asılı idi nədən? 1 bölünsün omega vurulsun C. Bir də var induktiv müqavimət. İnduktiv müqavimət də asılıdır nədən? Omega L-dən. İndi baxın, bizə deyir ki, tezliyi 2 dəfə artırsaq. Tezliyi 2 dəfə artırsaq, bax bu R dəyişməyəcək. Çünki ancaq bunlardan asılıdır. Bu dəyişmədi. Buna yazıram dəyişməz. Keçirəm XC-yə. Baxıram ki, bu tutum omega ilə tərs asılıdırsa, deməli tezliklə də tərs asılıdır. Axı 2pi-nin düsturu var. Onda bu neyniyər? Tərs asılı olduğu üçün. O 2 dəfə artan da bu 2 dəfə azalar. Bunu azalara yazıram. Bu birisi isə düz asılıdır. Bu da 2 dəfə artar. Da variantı çox xahiş edirəm, özünüz düzün. Dəyişməz, azalar, artar. Əsas məntiqini bilin işin. 52-yə baxaq. Dəyişən gərginliyin amplitudu sabit saxlayaraq tezliyini artıranda A1 və A2 ampermetrlərini göstərişlər. Belə baxaq. A1-ci gəlin A1-ə baxaq. A1 necə dəyişir? A1-də hansı müqavimətdir? İnduktiv, yox, sarğac üçündür. Bir dəqiqə burada yer açaq. A1-də müqavimət XC bərabərdir 1 bölünsün omega C-dir. Hə? İndi burada amplitudu sabit, tezliyi artıranda tezliklə tərs asılıdır müqavimət. Tezliyi artıranda müqavimət azalacaq. Müqavimət azalan kimi cərəyan şiddəti artacaq. Yəni A1 artar. Bunu yazdıq. İndi gəlirəm ikinciyə. İkincidə isə tərsinədir. XL bərabərdir omega C ilə. Yəni bax bu müqavimətlə omega ilə düz asılıdır. Bax bu müqavimət. Beləcə tezliklə də düz asılıdır. Əgər tezliyi artırsaq müqavimət də artar. Müqavimət artanda cərəyan şiddəti azalar. Deməli A2 də azalar. A1 artar, A2 azalar. Görək variantda var elə bir şey. A1 artar, A2 azalar. Baxın A variantında. Davam edək. Gəlirik 53-ə. Dəyişən gərginliyin amplitudunu sabit saxlayaraq tezliyi azaltsaq. Yenə də, baxın, tezliyi azaldan burada dəyişməyəcək. Çünki bax, bu müqavimət aktiv müqavimət. Tezlikdən asılı deyil. Rho L S-dən asılıdır. Bu dəyişməz.
Birinci dəyişmədi, getdi. Gəlirəm ikinciyə. Bax bu C söhbətində cərəyan şiddəti deməli nə ilə tezliklə necə asılı idi? Düz asılı idi da. Buna mən bir də qayıtmaq istəmirəm. Dönə-dönə vurğulamışam suallarda. Artıq siz bunu əzbər bilməlisiniz. Burada düz asılı olduğu üçün tezlik azalanda cərəyan şiddəti də azalacaq. Yəni bir dəyişməz, iki azalar. Bir dəyişməz, iki azalar A variantını götürərsiniz. Gəlirəm bura. Sabit saat tezliyi azaldanda. Baxın, tezliyi azalanda burada ampermetr dəyişməyəcək. Çünki aktiv müqavimət dəyişmir. Ancaq tezliklə. Deməli, induktiv müqavimətdə cərəyan şiddəti tezliklə necə asılıdır? Tərs asılıdır. Tezlik azalanda cərəyan şiddəti artar. Buna da deyirik artar. Dəyişməz artar. Dəyişməz artar. Yenə deyirəm, yəni mən hər dəfə bunu açıqlama verə bilmirəm. Tezlər kifayət qədər çoxdur. Da öncəki mövzularda açıqlama vermişəm deyə siz bilirsiniz ki, əgər induktiv məsələ sarğac söhbəti varsa, cərəyan şiddəti tezliklə tərs asılıdır. Əgər kondensator söhbəti varsa, cərəyan şiddəti tezliklə düz asılıdır. Gəlirəm 55-ə. Dəyişən cərəyan dövrəsinə lampa və induktiv sarğac ardıcıl qoşulmuşdu. Sarğacın daxilinə ferromaqnit içlik daxil eləsək, hansı hadisə baş verər? İndi sarğac varsa, deməli söhbət tutum müqavimət, induktiv müqavimətdən gedir. İndi ora ferromaqnit daxil etsə, induktiv müqavimət bərabər idi omega elə, düzdürmü? İçlik daxil eləyəndə bax bu induktivlik artacaq. İnduktivlik artsa, müqavimət də artacaq. Müqavimət artsa, cərəyan şiddəti azalar. Yəni, lampanın parlaqlığı da azalar. Közərməsi azalar C variantı. Sonra gələk digər suala. 56-da. Tezliyin tənzimlənən dəyişən cərəyan generatorundan qidalanan... Gəlin baxaq. Tezliyin tənzimlənən dəyişən cərəyan generatorundan qidalanan dövrənin sxemi verilmişdir. Aha. Tezliyin müəyyən qiymətində hər iki lampa eyni parlaqlıqda közəlir. Olsun. Dəyişən cərəyan tezliyini azaldanda. Aha. Baxıram. İndi cərəyan şiddəti, bayaqki söhbəti yadımıza salaq. Əgər işin içində kondensator, bax bu C varsa, cərəyan şiddəti tezliklə düz asılıdır. Yəni, tezliyi azaldıbsa, deməli, cərəyan şiddəti də azalar. Bax, bunun parlaqlığı azalar. Bir azalar. Gəlirəm 2-yə. Əgər el varsa, işin içində sarğac varsa, cərəyan şiddəti tezliklə tərs asılıdır. Tezlik azalarsa, cərəyan artar. Yəni, 2-nin parlaqlığı artar. Deməli, 1 azalar, 2 artar. Harada var? C variantında. 57-yə baxaq. Tezliyin tənzimlənən, yenə də filan beş məkan, tezliyin müəyyən qiymətində lampalar eyni közərir. Tezlik artıranda. Tezliyi artırsaq, yenə yadımıza salaq. Əgər söhbət sarğacdan gedirdisə, cərəyan şiddəti tezliklə tərs asılı idi. Tezlik artıbsa, artıbmı? Hə. Tezlik artıbsa, deməli cərəyan şiddəti azalıb. Yəni birincinin közərməsi azalacaq. İkincidə isə aktiv müqavimətdir. Bunun tezliklə heç bir əlaqəsi yoxdur. Burada dəyişməz. Azalar və dəyişməz. C variantı götürə bilərsiniz. Sonra gəlirik heç sevmədiyim bax bu sual tipinə. Bunu xahiş edəcəm özünüz yazın. Çünki bu əzbərdir. Götürüb məsələdə elə ki, ya da qoy bir baxaq da heç. Qoy bir baxaq. Rezistor qoşulan dəyişən cərəyan dövrəsində istilik miqdarı, baxaq neydən? İstilik rezistor qoşulubsa istilik olacaq, ayrılacaq. Ona görə istilik miqdarı neyniyər? Ayrılar. 3-ü bura yazıram. Sonra davam eləyirik. Bu müqavimət adlanır. Bu aktiv müqavimət adlanır. Altını da bura yazırıq. Əgər rezistor varsa, deməli aktiv müqavimətdir. Yadınızdadır, bax bu şəkil var idi, rezistor. Bax odur söhbət. Aha. Sonra yalnız həmin müqavimət qoşulmuş dəyişən cərəyan dövrəsində cərəyan şiddətinin amplitud qiyməti cərəyanın tezliyindən asılı deyil. Rezistor varsa asılı deyil. İkini də bura yazıram. Sonra yalnız kondensator qoşulan kondensator qoşulubsa, cərəyan şiddəti, istilik miqdarı, deməli nə var burada? Bir dəqiqə.
kondensatordur, sarğacdır, qoşulubsa istilik ayrılmaz. Ayrılmaz harda var? Baxın 4-də. 4-ü də bura yazıram. Kondensatorun dəyişən cərəyana göstərdiyi müqavimət tutum müqaviməti adlanır. Tutum hardadır? Burada 5. Sonra axırdan da nə qaldı? Yalnız həmin müqavimət qoşulmuş dəyişən cərəyan şiddəti tezlikdən asılıdır. Tutum olanda tezlikdən necə asılı olurdu? Düz asılı olurdu. Ona görə də bu düz asılı hardadır? Asılıdır, eləcə asılıdır yazın. Asılıdır. Bunları da özünüz düzərsiniz. Gəlirəm 59-a. 59-da hansı ifadələr doğrudur? İnduktiv sarğac qoşulmuş dəyişən cərəyan dövrəsində cərəyanın tezliyini artırsaq, sarğacdan söhbət gedirsə, sarğacda deməli, cərəyan şiddəti tezliklə tərs asılıdır. Ancaq müqavimət tezliklə düz asılıdır. İndi düzdür, bu müqavimətdən söhbət getmir. Bunu yazıram ki, hər dəfə xatırlayasınız deyə. İnduktiv müqavimət neyniyər? Artar, bəli, çünki düz asılıdır. Tezliyini artırsaq. Aha, bu artar. Sonra digərlərinə baxaq. Azalar dəyişir ki, cərəyan azalar axı dedik, tərs asılıdır. O da oldu 5. 1-in və 5-in olduğunu götürə bilərik. Gəlirik 60-cı suala. İnduktiv sarğac qoşulmuş. Aha, sarğacda tərsinədir. Sarğacda cərəyan şiddəti tezliklə düz asılıdır. Müqavimət isə tezliklə tərs asılıdır. İndi baxaq. Deyir ki, tezliyi azaldanda. Tezliyi azaldanda induktiv müqavimət neyniyər? Deməli, induktiv müqavimət neyniyər? Azalar. Tezliyi, bizə dəqiqə. Tezliyi azaldanda induktiv müqavimət artar. Artar harda var? Baxın, 1-də. Sarğac qoşulmuşdu. Bizə dəqiqə deyəsin, səhv yazdım mən. Sarğac qoşulmuşdursa, sarğac üçün cərəyan şiddəti tərs, yox. Bunları sayını tərs yazdım. Sarğac qoşulubsa, kondensatorla qarışdırdım. Sarğac qoşulubsa, yenə cərəyan şiddəti tərs asılı olacaq tezliklə. Tərs asılı olacaq. Müqavimət düz asılı olacaq. Aha, indi əgər tezlik azalıbsa, deməli, induktiv müqavimət də azalıb, ancaq cərəyan şiddəti artıb. 2-nin və 4-ün olduğunu bu səfər götürürük. Və gəlirik 61-ə baxmağa. Dəyişən cərəyan dövrəsinə qoşulmuş sarğacdakı cərəyan şiddətinin maksimal qiyməti. Baxın, sarğac kəlməsi var idisə, cərəyan şiddəti omega ilə necə asılı idi? Tərs asılı idi. Tərs də onda harda var? Baba, burada. Sonra periodla necə asılı idi? Düz asılı idi. Period harda var? Burada. Da buna yenə deyirəm, mən çox toxuna bilməyəcəm. Çünki da ancaq da. L-lə necə asılı idi? Tərs asılı idi. Bu da buradadır. Bu da var 2, 3, 6-nın olduğu. Gəlirəm 62-yə. Dəyişən cərəyanın rəqs tezliyinin hansı qiymətində induktivlik 0,1, induktivlik müqaviməti, aha, deməli, tezliyin hansı qiymətində yazıram. XL bərabərdir, omega vurulsun elə. Buradan da açıram, yazıram 2pi nü L. Deməli, bizdən nəyi soruşur? Rəqs tezliyini soruşur. Tezlik bərabər nəyə? XL bölünsün, 2pi bölünsün elə. XL-in yerinə yazıram. Deməli, 30 bölünsün. 2pi'nin yerinə 6 yazıram. İnduktivliyin də yerinə 0,1 yazıram. Buradan böldük 5 qaldı. O da elədi 50. 62 də oldu 50. Gəldik 63-cü suala. Dəyişən cərəyanın hansı tezliyində induktivlik olarsa, yenə tezliyi soruşur bizdən. Tezlik bərabərdir. XL bölünsün 2pi elə. Buradan XL-in yerinə yazıram 90. Aşağıda 2pi'nin yerinə yazıram 6. L-in də yerinə yazıram 0,3. Neyse, buradan başlayaq ixtisarlarımızı aparaq. 900, 300, 300'ü də 6'ya böldük 50. Bu da elədi 50. Bayaqki kimi. 64'ə baxaq. Gərginliyin maksimal qiymətini hesablayın. Gərginliyin maksimal qiyməti bərabərdir I vurulsun R.
Buradan da i-ni saxlayıram. R-in yerinə induktivliyə dair olan XL yazıram. XL-in də yerinə yazıram. Omega vurulsun L. Vəssalam. Cərəyan şiddətinin maksimal qiyməti nədir? 5-dir. Omeqanın maksimal qiyməti T-nin qarşısında 200-dür. İnduktivliyin də qiyməti 0,3-dür. Bunları da vurduq bir-birinə. Elədi 15. 15-i də 20-yə hardasa 300. İnduktivlik verilib, cərəyan şiddəti verilib, sarğacın uzlarındakı gərginliyin maksimal qiymətini soruşursa, U bərabərdir nəyə? U bərabərdir I vurulsun R. R-in yerinə XL yazıram. O da bərabərdir. I-ni saxlayıram. XL-in də yerinə nə yazırıq? Omega vurulsun L yazırıq. Cərəyan şiddətinin maksimal qiyməti sinusun qarşısındadır. 10. Omega T-nin qarşısındadır. 100. İnduktivliyin də yerinə verib 0,5. Bu da eləyəcək 5 vurulsun 100-dən 500. Tezliyin verib, tutumu verib, induktivliyi verib, tutum müqavimətinin induktiv müqavimətinə nisbətini. Deməli, LC-nin X elə nisbətini. Burada XC-nin yerinə nə yaza bilərəm? 1 bölünsün omega C. EC-nin yerinə nə yaza bilərəm? Omega vurulsun induktivlik. Vəssalam. Bu da olsun 1 bölünsün. Gəlin aşağıdan yazaq. 1 bölünsün. Omeganı kvadratı. Omeganı bizə nə veribdir? Deməli, baxaq bizə dəqiqə. Omega. Omeganın yerinə biz tezliyə görə açacağıq. Bax, burada omega kvadratı deyil. Onun yerinə yazacağıq 4 pi-nin kvadratı, n-nin kvadratı. 4 olduğu kimi yazdım. Pi kvadratının yerinə 10 yazıram. Tezliyin kvadratının yerinə 50-nin kvadratını yazıram. 50 vurulsun 50 yazaq ki, onsuz da ixtisar gedəcək burada. Bir dənə 0 yazdım. Aha. Deməli, heç nə. Vəssalam, bu qədər. Bir də, burada var S ilə L. İnduktivliyin yerinə yazıram. 1. Tutumun yerinə yazıram. 4. MK farad olduğu üçün MK-da neynirdik? Vururduq. 10 üzərindən mənfi 6. Ya bunu da yuxarıya 10 üzərindən müsbət 6 kimi çıxara bilərik. Başlayaq heç nə. Yavaş-yavaş ixtisarlarımızı aparaq. 10 üzərindən müsbət 6 var idi burada. Demək, burada bax 1, 0, 2, 0, 3, 0. Bu 0-dan getdi 3-ü qaldı. Bunlar ixtisar oldu. Sonra 5-i vurdum 5-ə 25. 25-i vurdum 4-ə 100. 2 0 da buradan getdi. Bircə dənə yuxarıda 0 qaldı. Aşağıda da bircə dənə 4 qaldı. Bu da elədi 2,5. Gəlirik 67-yə. Tezlik verilib, bu verilib, bu verilib. Aha, yenə induktiv müqavimətin tutum müqavimətinə. XL bölünsün XC. O da bərabərdir. XL-in yerinə nə yazarıq? Omega vurulsun L. XC-nin yerinə nə yazarıq? 1 bölünsün omega vurulsun C. Buradan da tezliklə verdiyi üçün omega kvadratı görürsünüzmü? Omega kvadratının yerinə yazıram 4. Pi-nin kvadratı, tezliyin kvadratı vurulsun L vurulsun C. Heç nə yerinə qoyaq yazaq. 4-ü saxladım. Pi kvadratının yerinə 10 yazdım. Tezliyin kvadratının yerinə 50-nin kvadratını yazırıq. Vurulsun L-in induktivliyin yerinə 2 yazıram. Tutumun yerinə 3 yazıram. Bir dəfə də bunu bölürəm 10 üzərindən. Deməli, bax, yenə də MK olduğu üçün 10 üzərindən 6-ya böldük. İndi başlayaq ixtisarlarımızı aparmağa. Bax, 1, 0, 2, 0, 3, 0. Buradan 3-ü getdi. 5 vurulsun 5-dən 25-i də 4-ə vurdum 100. Buradan 2 0 da getdi. Yerdə bircə dənə 0 qaldı. 10. Düzdür? İndi yuxarıda da qaldı 2 vurulsun 3-dən 6. 6 bölünmüş 10. Yəni 0,6. İnduktivlik verilib. İnduktiv müqavimət cərəyan şiddətinin rəqs tezliyini hesablayın. Rəqs tezliyini hesablayın. Heç nə yazıram ki, X
L bərabərdir omega elə, o da bərabərdir 2 pi nü elə. Bizdən nəyi soruşur? Tezliyi soruşur. Tezliyi tapmaq üçün nə edirəm? Bax, deməli belə. Tezliyi tapmaq üçün x-li 2 pi elə bölürəm. X-l'in yerində var 30. Aşağıda 2 pi-nin yerində 6. İnduktivliyin də yerində 0,1. Ay, 1. Heç nə. Buradan da 0 getdi. 0 getdi. Bu da elədi 50. Bu da elədi 50 hardasa. Altmış 69-cu sualda bizə belə bir sistem verilib. Baxıram ki, baxın, sistemdə nələr var? Sistemdə var, deməli, kondensator, sistemdə var sarğac, sistemdə var rezistor və bizə deyir ki, deməli, dövrədə aktiv müqavimət 50-dir, 30 induktiv müqavimətin hansı qiymətində ampermetrin göstərişi maksimal olar? Ampermetr nəyi ölçürdü? Cərəyan şiddətini. Cərəyan şiddəti maksimal olması üçün sistemdəki ümumi müqavimət minimal olmalıdır. Bax, bu şərt yadımızda qalsın. İndi keçirik məsələyə. Deməli, bax, bu ümumiyyətlə sistemin bu durumda ümumi müqaviməti necə tapırıq? Tam müqavimət, tam deyək də buna, bərabərdir kökün altında kvadratı, hansı ki, bax, bu rezistorun müqavimətinə, aktiv müqavimətdən söhbət gedir. Üstə gəlsin, deməli, mötərizə daxilində xl çıxılsın xc-nin kvadratı. Görürsünüzmü? Bax, bu sarğacdakı müqavimətdən çıxırıq kondensatordakı müqavimətdir. İndi müqaviməti bizə deyir ki, cərəyan şiddəti maks olsun. Düzdür? Cərəyan şiddəti çox olması üçün müqavimət ən az olmalıdır. İndi baxın, induktivlik deyir. Bax, biz burada induktivliyin yerinə elə bir qiymət yazmalıyıq ki, bax, burada xc-nin yerində var 30. Düzdür? Burada induktivliyin yerinə elə bir qiymət yazmalıyam ki, buranı mümkün qədər minimum eləsin. Toplama var axı burada. Elə onda gəlin bura 30 yazaq ki, bu 30-dan da bu 30-u çıxanda burası ümumilikdə 0 getsin. Yekunda indi biz bu düstursuz da yadınızda bir şeyi saxlayın ki, bax, belə bir üçlü sistem verilirsə, cərəyan şiddətinin maksimal olması üçün, bax, bu xc ilə tutum müqaviməti ilə induktiv müqavimət bir-birinə bərabər olmalıdır. Əgər cərəyan şiddətini maksimal istəyirsinizsə. Əks halda, bax, burada şərti yazın, gözləyin. Elə maksimal deyəndə onu bilin ki, bunlar bir-birinə bərabər olmalıdır. Onda induktiv müqavimət nə olsa yaxşıdır? 30 olsa yaxşıdır. Burada cavab oldu 30. Keçirik hara? 70-ci suala. Görək 70-də nəyi soruşur bizdən? Tezlik verilib. Dəyişən cərəyan dövrəsində tutum verilib. Kondensator induktivliyi verilib. Tutum müqavimətinin induktiv müqavimətə olan nisbətini soruşur bizdən. Yəni, xc bölünsün xl. Buradan da xc-nin yerinə nə yazıram? 1 bölünsün omega c. Buradan, bax, bu xl-in də yerinə vurulsun omega l yazıram. Buradan da bizə tezliklə soruşur deyə. Məcburən neyini yedik? Biri saxlayırıq. Bax, bunu tezliyə çevirirəm. Bunu görsən, burada nə var? Omeganın kvadratı da 2-də nədirmi? Bax, məsələn, birini silək, elə bura kvadratik yazaq. Bunu da çevirəndə tezliyə. Olur 2-nin kvadratı 4, pi kvadratı, tezliyin kvadratı. Burada da cl, cl. Bu məsələlərdən bayaqdan işləmişik, ona görə mən çalışacağım sürətli gedim də, gedişatı onsuz da bilirsiniz. 4-ü saxladım, pi kvadratının yerinə 10 yazdım. Tezlik kvadratının yerinə 50-nin kvadratını yazdım. Tutumun yerinə nə verib bizə? 4-ü yazıram. İnduktivliyin yerinə də 5 yazıram. Əslində, deməli, bayaq işlədiyimiz suallar, bax, demək olar ki, yenisidir. Bir rəqəm fərqi ilə verirlər. Bir də burada bir şey mən unutdum deməyə. Deməli, tutumun yerinə MK farad söhbəti var. Mən elə tutumu 4 kimi götürdüm. Ancaq o MK faradı da qeyd eləməliyik. MK nə demək idi? 10 üzərindən -6. Düzdür? Bunu da yuxarıya 10 üzərindən -6 kimi keçirdək bəri başdan. Aha. İndi baxıram. 1, 0, 2, 0, 3, 0. Buradan 3, 0 getdi, yerdə qaldı 10 üzərindən 3.
Sonra 5 vurulsun 5-dən 25, vururam 4-ə eləyir 100. 2 sıfır da buradan getdi, qaldı onun özü. Qutardı. Və bunlar ixtisar getdi. Yerdə qaldı nə? 4 vurulsun 5-dən 20. Yuxarıda var 10, aşağıda var 20. İxtisar elədim, yerdə qaldı 0,5. Bu da oldu 0,5. Keçirik digər suala. Deməli, neçənci sualdır? Bu 71-ci sual. Tezlik verilib, bu verilib, bu verilib və induktiv müqavimətin tutum müqavimətinə olan nisbətini, yəni x eli bölürəm xc-yə. Yenə də baxın, eyni düsturları yazıram. XL-in yerinə yazıram. Tezliklə verdiyi üçün omeqanın yerinə bəri başdan 2pi nü yazırıq. El. XC də 1 bölünsündürmü? Qalxır yuxarıya. Omeqanın yerinə yenə 2pi nü c. Və salam. Baba burada. İndi bunların yerinə 2 vur 2-dən yazıram 4. Tezliyin kvadratının yerinə yazıram 1000. Deməli 1000 yox, 10.000. 1, 2, 3, 4 dənə 0. Bunlar getdi, 2-lər getdi. Pi kvadratının yerində 10 var. 10 yazıram, pi kvadratları getdi. İnduktivliyin yerində 5 var. Yox, bircə dəqiqə. İnduktivliyin yerində 2 var. 2, tutumun yerində 5 var, 5 var. Ancaq bir məsələ var. MK olduğu üçün aşağıda 10 üzərindən müsbət 6 yazacağım. Da bu çevirmələri yəqin ki bilirsiniz. Bax, burada 4 0, burada da 5 0. 2-ni də vurdum, 5-ə elədi 10, 6 0. 6 sıfırdan bu 6 sıfır getdi. Yerdə 4-ün özü qaldı tərtəmiz. Və salam. Gəldik 72-ci suala. 72-də nə deyir bizə? Dəyişən cərəyan dövrəsində yalnız aktiv müqavimət olanda gəlin bir-bir işləyək. Əgər aktiv müqavimət olarsa, eyni fəzada rəqs edərlər. Cərəyan şiddəti ilə gərginlik eyni fəzada olacaq. Bax, bunu yadınızda saxlayaq. Aktiv müqavimət varsa, hətta bir qeyd kimi götürün, bu vacib məlumatdır. Söhbət aktivdən gedirsə, eyni fəzada rəqs edirlər. Sonra gəlirəm kondensatora. Kondensatordan söhbət gedirsə, cərəyan şiddəti, gərginliyi qabaqlayır. Neynir? Cərəyan şiddəti, gərginliyi pi bölü 2 qədər qabaqlayır. A-nı da buraya yazıram. Yox, sarğac varsa, əksinə gərginlik cərəyanı qabaqlayır. Yəni, cərəyan geri qalır. Pi bölü 2 qədər geri qalır. Bu da var, deməli, bunu özünüz düzərsiniz də, YAB. Gəlirəm 73-ə. Yenə baxın, eyni şey. Aktiv müqavimətdirsə, eyni fəzalar fərqi eynidir. Rəqslər eyni fəzada rəqs edirlər. Yeni buraya yazdım. Sonra, bu səfər gərginlik cərəyan şiddətini neynir? Aha, kondensatorda gərginlik cərəyan şiddətindən geri qalır. Kondensatorda geri qalır. Bunu buraya yazdım. Sarğacda isə qabaqlayır. Pi bölü 2 qədər qabaqlayır. A-nı da buraya yazıram. EBA. 74-ə baxırıq. Dəyişən cərəyan dövrəsinə növbə ilə rezistor, sarğac və kondensator qoşulur. Rəqslərin tezliyini artıranda. Gəlin indi bir-bir baxaq. Şərtimizi yazaq, sonra keçək məsələyə. Deməli, aktiv müqavimətdə, rezistor. Rezistor erdir, tezlikdən asılı deyil. Bu dəyişməyəcək. İstəyir artır, istəyir azaldır. Gəlirəm sarğaca. Sarğacada tutumdan söhbət gedirsə, deməli, orada nə var idi? Tutumda cərəyan şiddəti düz asılı idi tezliklə. Cərəyan şiddəti tezliklə düz asılı idi. Bunu silək. Burada nə zaman? Kondensatorda. Buna da kondensator yazaq. Sarğacda isə cərəyan şiddəti tezliklə tərs asılı idi. İndi gələk cavaba. Əgər deyir ki, tezliyi artıranda aktiv müqavimət dəyişməyəcək. A-nı buraya yazıram. İnduktiv müqavimət. İnduktivdən bir dəqiqə. Qalanı digər tərəfdədir. Gözləyin görün bunu necə eləyirəm. İnduktiv müqavimət. Bir dəqiqə. İnduktiv müqavimət artacaq. Bunu buraya yazaq. Niyə? Çünki induktiv müqavimətlər düz asılı. Bir dəqiqə. Bu görək qalanını da burada baxaq da heç. Əslində gedişatı yazdım. Qalanını özünüz bax bu sistemə əsasən düzəltsiz. Çünki vərəqin digər tərəfindədir. Mən artıq onu işləyə bilməyəcəm. Bax burada qarışıqlıq düşdü. Digərini işləyim. Bax 75 də yenə onun kimidir. Mən bunu işləyim, siz onu özünüz işləyərsiniz. Baxaq indi. Rezistor, sarğac və kondensator qoşulubsa.
Əvvəlcə rezistor, sonra sarğac, sonra kondensator qoşulursa, tezliyi artırır. Tezlikdən, deməli, rezistorda tezlikdən asılı deyil cərəyan şiddəti. Asılı deyil. Sonra sarğacda. Sarğacda cərəyan şiddəti, deməli, sarğacda nə var idi? İnduktiv müqavimət idi. Cərəyan şiddəti tərs asılı idi. Cərəyan şiddəti tezliklə tərs asılıdır. Ancaq kondensatorda düz asılıdır cərəyan şiddəti tezliklə. Niyəsində dediyim kimi, yəni öncəki suallarda demişəm, hər dəfə təkrarlamağın mənası yoxdur. Zaman da çox gedir, kifayət qədər vaxtımız getdi bu testdə. Baxaq indi. Artar nə idi? Deməli, heç nə, bunlar da vallahi özünüz qoşarsınız, çox rahatdır. Tezliyi azalanda qoşun da, gözləyin hansı, məsələn, bu azalmaz. Tezlik azalıbsa, deməli cərəyan şiddəti artar burada. Burada isə azalar. Bir-bir yerinə qoyun, tapın bunu. Gəldik 76-ya. Mən biraz fərqli suallar eləyim. Məsələn, 76-da demək olar ki, eyni şeydir də. İndi 76-nı mən eləyəcəm. Deməli, baxaq. Deməli, birinci nə var? Burada var rezistor. Rezistorda müqavimət alan göstərişlər üçün uyğunluğu müəyyən edin. Bir dəqiqə, nə üçün uyğunluğu deyir? Ona baxaq. Dəyişən cərəyan ritlərinin periodunu azaltsaq. Aha, period azalarsa. Period azalarsa rezistor dəyişməyəcək, sabit qalacaq. Sabit qalar nə? A1. A1-i bura yazıram, A-nı. Sonra gəlirəm sarğaca. Deməli, sarğacda cərəyan şiddəti periodla düz asılıdır. Period azalırsa, deməli cərəyan şiddəti də azalar. A2 neyniyər? Azalar. A2-ni azalara yazıram, bu. Sonra gəlirəm sonuncuya. Burada isə cərəyan şiddəti temperaturla tərs asılıdır. Belə temperatur deyirəm, periodla tərs asılıdır. Əgər period azalırsa, deməli cərəyan şiddəti neyniyir? Artır. Onda A3, bayaq səhv yazmışam, bu A3-ü A1 əvəzi yazmışam. Bu A3 imiş. A3 budur. C-ni bura yazıram. A1-i bura yazıram. Üzrlü sayın. Bunların yerlərini səhv yazmışam. Qoy yenidən eləyim. Nəsə beynim qarışdı, səhvlər getdi. Bircə dəqiqə. Baxın, periodla rezistor asılı deyil. Bax, bu asılı deyil. Düzdürmü? Birinci dəyişməyəcək. A-nı bura yazıram. İkincidə sarğacda. Sarğacda cərəyan şiddəti periodla düz asılıdır. Period azalıbsa, deməli cərəyan şiddəti də azalacaq. Harda? 2-də. 2-ni azalara yazıram, bax bunu. 3-də düz asılı, deməli tərs asılıdır. Period azalıbsa, cərəyan şiddəti artar. 3-ü artara yazıram. C-ni də bura yazıram. Bayaq deyəsən düz yazmışam. Sonra deməli, baxaq, induktiv müqavimət. İnduktiv müqavimətdə də artar. Bunu da bura yazaq. Tutum müqavimətini. Tutum müqaviməti də budur da, yəni. Bunu da, deməli, bunu da bura yazaq. Aha, vəssalam. Gəldik bura. 77-də. Müsərrəflərdən keçən cərəyan şiddətlərinin amplitudu hansı ifadə ilə təyin olunur? Cərəyan şiddətlərinin amplitudu. Cərəyan şiddəti bərabərdir nəyə? U bölünmüş R-ə. Burada da, baxın, sarğac var deyə, bunu olduğu kimi saxlayıram. R-in yerinə nə yazıram? Omega L. İndi bir-bir baxaq. Burada U-nun yerinə nə yazırıq? Bax, burada U-max yazırıq da. U-max hamısında sabitdir. U-max bölünsün. Bura omeganın harada yerləşir? Bax, bu T-nin qarşısında 3 dənə omega. L-in də yerində 2 dənə L. Bu oldu birinci. Keçirəm ikinciyə. Burada U-max'ı olduğu kimi saxlayıram. Omeganın yerində yazıram 5 dənə omega. L-in yerində yazıram 1 dənə L. Gəlirəm bura. Burada yenə U-max'ı olduğu kimi saxlayıram. Omeganın yerinə 1 dənə omega, L-in yerinə 3 dənə L. Vəssalam, indi gəlin bunları düzək. İndi bunları bir də düzmək var. 3 harda var? Bax, burada. 3 vurulsun 2. Burada var 6. 6 D variantıdır. D-ni yazdıq bura. Sonra 5 harda var? A-da. A-nı yazdıq bura. 3 harda var? C. C-ni da yazdıq bura. Hı. 78. Eyni metod, eyni qayda. Demək, birinci üçün yazıram. U bölünsün
2 vurulsun 1. 2 omega elə. Bu bölünsün 3 vurulsun 1-ə. 3 omega elə. Da bu səfər tez-tez gedəcəm də bayaqlarım gördünüz çünki sistemi. Burada da 3 vurulsun 2 omega elə. Bax bu elədi 2. 2 harda var? B-də. Bunu bura yazıram. 3 harda var? C-də. C-ni bura yazıram. 2 vur 3-dən 6 harda var? D-də. D-ni də bura yazıram. Gəldik sonuncu, nəhayət ki sonuncu 79-cu suala gəldik çatdıq. İndi göstərilmişdir. İndi periodu artırsaq. Aha, period artdı. Period artsa rezistora fərqi yoxdur. A1 dəyişməyəcək. Bu dəyişməz. A-nı bura yazdım. Eyni suallarda əslində o qədər təkrarlayıblar şeyləri. Gəlirəm ikinciyə. Bax bu sarğaca. Deməli, sarğacda cərəyan şiddəti periodla düz asılıdır. Period artıbsa, deməli cərəyan da artacaq. A2 hardadır? Bax bu artara yazıram. Aha, A2 artıbsa sarğacda nə var idi? İnduktivlik var idi. Deməli D-də. Bunu da bura yazıram. Sonra digərlərini də bura yazacağım da. C ilə, Y-ni də bura yazacağım. Bu qədər.